azalmağa başlayır. Belə ki, həmin bu dediyim regionlar məhz dərin yuxudan məsuliyyətli olan regionlardır ki, hansı ki, insanın yaşı artdıqca, hətta yeniyetməlik dövründən artıq xeyli miqdarda azalmağa başlayır. 20-li 30'lu yaşlardan sonra isə intensiv gedir və orta yaşdan sonra bəzən artıq yox da olur. Məhz buna görədir ki, biz artıq bir yerdən sonra o əvvəlki şirin yuxuları, dərin yuxuları tapa bilmirik və daha tez oyanan hala gəlirik. Belə ki, yatdığımız gecə ərzində tez-tez ayıla bilərik və hətta fikir vermisinizsə, yaşlı insanlar da sadə bir toxunuşdan, sadə bir səsdən də tez dik atılırlar, oyanmağa başlayırlar. Bu əslində xəstəlik deyil. Bu, beynimizin digər orqanlardakı kimi yaşlanma prosesidir. Yəni, bədənimizdəki bütün orqanlarda olduğu kimi, beyində də yaşlanma prosesi gedir və nəticədə yuxu keyfiyyəti də dəyişir. Hətta, təbii ki, sözümü hər kəsə şamil etmirəm, amma Alzheimer xəstəliyi, yəni bizim cəmiyyət arasında bəlli olan demens xəstəliyi və yaxud da loru dildə artıq yaşlananda ağlın gedib gəlmə durumunda da məhz bu xəstəliyin də ilkin simptomlarından biri yuxu ritminin pozulmasıdır. Artıq əvvəlki kimi dərin yuxuların olmamasıdır. Bu demək deyil ki, hər yuxusu pozulan şəxs demensiya xəstəsi olacaq. Xeyr, belə bir düz mütənasiblik yoxdur. Sadəcə, dediyim kimi, yaşa bağlı olaraq zamanla bu durum özünü dəyişir. Ancaq bu hər kəsə aid deyil. Elə insanlar var ki, yenə xeyli yaşları var, amma yenə də bəbək kimi şipşirin dərin yuxulara gedirlər. Bəs bu niyə görə vacibdir? Ümumiyyətlə, burada fərqi ayırmaq lazımdır ki, bu yaşa bağlı olaraq yuxunun azalması və keyfiyyətinin pozulmasıdır. Yoxsa arxa fonda hər hansısa bir problem var ki, bu yuxunu pozur. Məhz buna görə də həkim müayinəsi vacibdir ki, artıq burada